yaşadığım yerin yanında bizim qardaşlardan birinin uşağı var, balacadır, 8 yaşında. Küçəyə çıxanda bu uşağı digər uşaqlarla oynayan gördüm. Dayanıb baxıram. Uşaqlardan biri onların içərisində eyni yaşdadılar, 8-9 bu yaşlardadılar. Uşaqlardan biri yerdən sigaret götürüb, digərlərinə göstərir, yaxınlaşdırıb belə. Deyir ki, gəlin iynəyə görək bu nədir? Bilirlər sigaretdir, bilirlər sigaretdir. Amma biri o birisilərə göstərir, tutub belə, iynədir. Gəlib bu uşağa çatanda, buna uzatdı belə. Deyir ki, iynə. O əlin belədir, yox, mən Allahın mənə icazə vermədiyi şeyləri iynəmirəm, dedi. Vallahi, Allahın mənə icazə vermədiyi şeyləri iynəmirəm. Allah sigareti qadağan eləyim, dedi. Sonra əlavə, fayda da verir. Və deyir ki, vallahi, deyir ki, və qadağan etdiyi şeyləri də içmirəm. İçməyi də əlavə eləyir. Salih tərbiyə. Evdə nəyə görübsə o? Bir gün qardaşlar, eyni uşaq, yanında biri mahnı oxuyur. Ona deyir ki, sən bilirsən mahnı? Deyir, yox, bilmirəm. O bunu istizə eləyir. Deyir ki, bu mahnı oxuya bilmir. Vallahi ona cavabı deyir ki, qardaş, belə deyir. Eyni bu şəkildə dediyim kimi, əksilmədən deyirəm sən. Qardaş, biz ancaq Quran oxuyuruq, deyir. Biz ancaq Quran oxuyuruq. Qardaşlarım, ailəyə, evdə nəsiyyət eləyəcəksən daima, nəsiyyət eləyəcəksən. O uşağın evində, ailəsində, eyni o şəkildədir yaşam. Səndən nəyi görsə, hansı nəsiyyəti daim eşitsə, onun üzərində də yetişəcək.